A, B istiqamətində fiziki coğrafi rayonları ardıcıl olaraq müəyyən edin. İlk növbədə A-dan başlasaq, A ərazisi gördüyümüz kimi əsasən Qarabağ vulkan yaylasına uyğun gəlir. Demək ki, bizim orada ilk bəndimiz Qarabağ vulkan yayləsi, yəni 3-ü daxil eləyəcəyik. Növbəti nəzər salsaq burda, demək, ardınca A-dan sonra ikinci gələcək Qarabağ dağları, yəni Qarabağ Fiçor rayonu, yəni 1-i uyğun cavab kimi götürəcəyik. Onun ardınca isə gələ biləcək Fiçor rayon isə Qazax Qarabağ Fiçor rayonu olacaq ki, artıq bu Gəncə Qazaxdan Qarabağ düzünün birləşdiyi hissəyə uyğun gəlir. Yəni burada artıq 2-ni aid eləyəcək. Növbəti artıq biz Kür çayının artıq sol sahilinə keçəndə orada ilk bizi qarşılayacaq. Demək burada verilənlərdən Küdrü, Şirvan, Fiçor rayonu. Belə ki, biz Küdrü, Şirvan, Fiçor rayonu 5-i qeyd eləyəcəyik və ardınca isə B-yə çatdıqda artıq burada Ceylançol Acınoğur, yəni Acınoğur ərazisinə, yəni Ceylançol Acınoğur Fiçor rayonuna daxil olacaq və bu da doğru cavab kimi 4 olacaq. Demək, doğru bəndimizin ardıcıllığı 3, 1, 2, 5, 4 olacaq.